8-ci sinif Azərbaycan dilinə baxırıq. Birinci sizdən xahişimiz kanala abunə olmanızdır. Cərpələr yarmış bu qocaman sərkənin səsini eşidəndə fəlakətin böyük olduğunu anlamaq olar, dərk etmək, hiss etdilər, başa düşdülər. Amma qavradı biraz nəyisə hansısa mövzunu başa düşməklə bağlıdır. Ona görə düşünürük ki, odur cavab. Varaza aid edilə bilməz. Burada deyir ki, bu düzdür. Hökmdar yox, döyüş meydanı verər. Yeni sərkərdə seçmək istəyir. İnsanı qiymətdən. Amma əminlik söhbəti yox idi burada. Ona görə doğru cavabın B variantı olacaq. Varaz 30 ildir ki, buranın belə deyək, prezidenti idi. Mətninə də baxsaq, nə yazır burada? Mətin, deyir 30 ildə deyir həmişə ölüm. Deməli bu faktıymış. 1A. Cəvahir etiraz edir oğlunun sərkərdə olmasına. Belə şey mətndə yox idi. 3-ə B gəlir. Sonra Varaz Cavanşirə və ehtimal ki, Cavanşirə verəcək. A, C, B. Deməli doğru cavabımız B variantı. İnsanı vəzifəni və ya rütbəni kimsə bəxşiş hədiyyə sərkərdəlik çətin sınaqdan qazanılar. Mətndə deyir ki, elə A variantında döyüş meydanından qazanmaq olar. Hünd qara hərflərdə hansında məcazilik yoxdur. Bilmək istəyir, razı qalmaq, qulaq asmaq, söz vermək, od yağdırmaq məcazi olar. Amma bilmək istədi, heç bir məcazilik yoxdur axı burada. Cavanşirə aid. Gəlin buradan baxaq. 14 yaşlı bir hökmdar tanıyıram ki, qanlı vuruşma meydanında düşmən sərkərdəsinin başını bədəndən ayırdı. Bu sözlərinə görə biz əvvəlki şeyinə də görə nə deyə bilərik buna? Cavab kağızına kursivlə verilmiş hissəyə əsasən. Əslində ağıllıdır. Ağıllı olmasa bu sözü deməzdi. Qətiyyətlidir. Fikrində qətiyyətlidir. Sonra başqa var, kursivlə verilmişsə yoxdur. 14 yaş hökmdar tanıyıram. Deməli, həm də cəsurdur da. Nəyə görə? Çünki iddia edir ki, yəni mən də eləyəm. Fərqli cavablar da ola bilər yəqin ki. Əlini üzmək frazoloji birləşməsinin sinonimi. Əlini üzmək nə olar? Baxaq. Kör-körənə inanmaq deyil, yalan eşitdi, dürüstlüyün ümidini kəsmək deyil. Elə bu da əlini üzdü, ümidini kəsmişdi, B variantı. Başqa nə var burada? Ümid bağlamaq yox, əl qaldırmaq yox, heç nə, dayaq olmaq da frazoloji deyil. Baxaq. Çox və dördüncü sözlərinin ortaq nə ola bilər? Özündən sonra gələn isimlər həm təkdə, həm cəm. Bunu saxlayıb düzdür, bu doğrudur. Quruluşca sadədir, yox. Dördüncü düzəltmədir. Demək, birisi qeyri-müəyyən deyil, sıra saydı 1. Demək, doğru cavabımız A variantı. Söz sifət deyil, feil sifət deyil. Deyinmək sözündən deyinən, deyil. Malıməli, deyilməli söz, feil sifətdir. Görülən iş, hansı iş? Oxunmuş, bu da. Amma qızdırmalı uşaq deyəndə qızmaq, qızdır, qızdırma isim, qızdırmalı sifət olacaq. Deməli, 9-da doğru cavabımız B variantı. Birinci tərəf məcazi olar, deyir. İkinci tərəfi, buranı dərin, dərin yuxu, dərin göl, buruq, çuxur. Deməli, yuxu ilə əvəz edə bilməzdik. Məlahətlə sözünün fonetik təhlili nə olacaq? N. Səs hərf tərkibi fərqlənir, bəli. L düşür, məlahətlə olur. Nəysə yazmır. Səs artımı var, doğrudur. Ahəng qanuna tabe deyil, doğrudur. Samitlərin qarşılığı yoxdur, deyir. Bir şey olarmı? T-nin qarşılığı D-dir. Deməli, D variantıdır cavab. Dodaqlanan işlənməmişdir, doğrudur. İcbar növ.
qaldırdı, vətən həsrəti yandırırdı, bələdiyyə texnika ilə qazdırdı, meyvələr yığıldı, inandırdı. Deməli, bunları tapdıq. Müəllim dəstəyi şagirdi, müəllimin dəstəyi şagirdi öz qabiliyyətinə və uğur inandırdı. Texnika ilə qazdırdı. Bələdiyyə qazdırmıyor ki, başqasına deyib, onlar qazıblar. İcbar budur. Çoxaltma dərəcəsində olan sifət qapqara. Asan sualıymış. Xasiyyət isimdir deyə olmur. Açıq qırmızı azaltmadır. Balaca sadədir. Yaxşı da adidir. Balaca da adidir. Hansı addır? İsmin mənsubiyyətə görə dəyişməsi yiyəlik hal. Ağılın hüdudları. Haldır bu da. Ağılın hüdudları. Yiyəlik haldır yəni. Sənin oğlun qəhrəman, oğlun bizim qürur mənbəyimizdir. Əgər bədən üzvləri qaydasında oğul da var. Bu düşübsə, deməli, bu mənsubiyyət şəkilçisidir. Mənsubiyyət şəkilçidirsə, başqa heç nə yoxdursa, belə adlıq sayılır. Sinifin nümayəndəsi yiyəlik hal, beyinin sağ və sol, bu da yiyəlik haldır. Doğru cavabımız C variantı. Feillə bağlı yanlış fikir axtarılan. Kim axtarır bilmirik. Sifətin sualına cavab verir. Axtarılan söz feil sifətdə doğrudur. Feildən düzələn düzəltmədir. Axtar, axtarılmaq. Bu da doğrudur. İki nitq hissəsidir. Feil sifətdə axı təsdiqdir. Qayıdış növü yox, məhsul növü. Kim axtarır bilmirik. İnkarı yalnız deyillə olar. Yalnız deyillə olan asıəsidir. Burada malıdır. Deməli, doğru cavabımız C variantı. Lazım şəkil yalnız deyillə düzəlir. Deyir, hansı cümlədə zaman zərfi, tərz hərəkət zərfi işlənib? Cəsarət də tərzdir, amma başqa heç nə. Burada isə araq var, bu feili bağlamadır. Geri, yerdir, çətinliklə tərzdir. Çox sürətdə, burada sürətlə var bir dənə. Bayaq zamandır. İndi zamandır. Həmişə zamandır. Nəzakətlə necə tərzdir. Deməli, doğru cavabımız E variantı. Saydan sonra işlənən isim cəmdə olması səhvdir deyir. Bir sıradan sonra cəm olar. Doğrudur. Çoxdan sonra fərqi yoxdur. 8-cidən sonra fərqi yoxdur. Bir çoxdan sonra da cəm olmalıdır. Amma xeylidən sonra həmişə tək olmalıdır. Doğru cavab C variantı. Təsdiqlənməyən feil. Müəllim bizə dedi ki, əkilən ağac, bir də qorumaq. Bu ikisi idi. Ötür tutardı. Var imiş. Şeyx Şamil mətninə baxaq. Deməli, altından xətt çəkim ifadənin qarşılığı yoxdur. Nə? Cümlədə. Bir də bunu belə eləsək. Qabiliyyət, cəsarət, məharət demək olar. Nailiyyət, uğur, adsan, şöhrət. Amma burada xaric sözünün mənası yoxdur. Deməli, doğru cavabımız Y variantı. Bir daha sizlərdən xahiş edirik. Kanala abunə olun. Please. Lütfən, nə bilim. Xahiş edirik. Rus qoşunların təslim olmaması mətnin hansı hissəsindədir? Bir dəqiqə. Təslim olmasının. Bir dənə burada yazır da. Əslində var burada da, amma burada yazır ki, mühasirəyə düşür. Mühasirəyə düşəndən sonra bilir ki, yox, vəziyyət pisdir. Yəni, yalnız nəticə deyə bilər. Əslində burada əsasla nəticə yazılsa, baxın, biraz cavablarda şübhə olar deyə. Burada ona görə cavab vermişlər. Yəqin ki, nəticə qoyublar birbaşa. İmam seçiləndən sonra birləşdirdi. Hərbi mülki təşkilat, şəriət, ayrılıqlar ləğv elədi. Amma özünü Mehdi adlandırdı deyə söhbət qətiyyən yoxdur. Qaynatası Naqşibəndidir. Doğrudur.
müşavir olur, məsləhətçi olur. Fikir ayrılıqları var idi. Dünyəvi dəyərlər yox, şəriət. Şəriət də nədir? Dini. Bu cür eləmişdi. Ortaq cəhəti nə olar? Hər ikisi imamətə səhv eləmirəmsə buyur da, baxam bir dəqiqə. Baxaq görə deyir ki, daha sonra özündən əvvəl imamətə başçılıq edən Həmzətlə doğrudur. Birinci mavin olur, sonra keçir rəhbərlik edir. Düşmənçilik etmək, düşməncəsinə münasibət göstərmək. Baxaq bu da nəymiş belə? Düşmənçilik etmək, düşməncəsinə müqavilə. Ədavət. Deməli, doğru cavabımız nə oldu? Ədavət. Ədavət elə düşmənçilik deməkdir. Bitdi deyəsən. Riyaziyyatdan nə bilirik? Toxunur, nədir? Kvadrat tənlik, nəsə yaxşı şeylər oxşamırlar. Belə, sağ olun.